Hörmətli izləyicilərimiz, sizə Xırdalanın düz mərkəzində çox bir səliqəli bir mənzil təqdim eləməyə gəlmişik. Mənzilimiz elə bir mənzildir ki, gələn kimi 1 manat pul qoyub nəsə evdə düzəltməyə ehtiyac yoxdur. Çünki çox səliqəli, uşaqsız bir mənzildir. Uşaq evdə olmayıb, yəni evi çox səliqəli xanım saxlayır. Qonaq otağını görürsünüz. Evimizin ümumi sahəsi 51 kvadratdır və orta mərtəbədə yerləşir. Xırdalanda Köhnə bazara, Grand Marta yaxın bir ərazidə yerləşir. Qonaq otağını sizə göstərdim. Mərtəbəsi də sizə deyim superdir. Evdə görürsünüz kondisioner, televizor, elektronika və tam bütün əşyalar hamısı qalacaq. Çox qəşəng münasib qiymət eviyyəsi təyin edilib və 119.000 manat evimizin qiyməti. Burada da gördüyünüz taxtlar, evin vəziyyəti də polu, divarları, boyları falan hamısı yaxşıdır deyim sizə. Və balkona keçidi görürsünüz. Qapalı bir balkonu var. Xanım sadəcə evi dəyişir, başqa bir yerə köçmək istəyir, ona görə evi satır. Yəni evin vəziyyəti əladır, gələndə də görəsiniz. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə bir dəhliz açılır. Dəhlizin bu hissəsində ikiyə düzəldiyinə görə mətbəx hissəsinin eviyyəsi bu hissəyə salıb. Gördüyünüz kimi qəşəng, səliqəli mətbəx mebeli yığılıb. Deyim ki, elektronikaların hamısı təptəzədir mənzildə gördüyünüz. Qiyməti çox münasibdir, kupçalı mənzildir. Hamam otağını görürsünüz. Hamam otağında da baxın, tərtəmiz, qəşəng geniş hamam otağı da var. 119.000 manat, Xırdalanın düz mərkəzi, 51 kvadrat, kupçalı bir mənzil. İstəmirsinizsə, nəyisə girib evdə remont eləyəsiniz, əşyalarınızı gətirəsiniz. Sadəcə sumkanızı, paltarlarınızı yığıb mənzilə daxil ola bilərsiniz. Buyurun, gəlin baxın. Bugünə bu qədər, sağ olun.